Salam dostlar. Bugün sizi Kəlbəcərdən salamlayıram. Bura bizim qonşuların evidir. Adı tam dəqiq yanında deyil. Martın gün habilisəsidir. 16-sıdır. Gəlmişik Kəlbəcərə. Kəlbəcər bir nömrəli orta məktəbdə Novruz kəndi çəkildik. Abinlə. Hər gələndə belə girirəm, evləri gəzirəm, baxıram. Çünki bizim yerində yoxdur. Müəyyən səbəblərdən də orada gedib çəkiş eləmirəm. Özünüz bilirsiniz, tanıyanlar bilir. Gəlirəm, belə girirəm, baxıram, görüm bu vandalların, pis niyyətlilərin görüm nə ediblər, nə qalıb, nə qalmayıb. Novruz bayramınızı təbrik edirəm bu arada. Şükür bugünkü günə. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Allah Taala Ali Baş Komandanımızı qorusun. Onların sayəsində biz bugün gəlmişik. Yəni yatsam mənim yuxuma girməzdi ki, Kəlbəcərə gedəm mən. Ancaq bir gün əmimin çəkdiyi kadrlarda baxmışıq. Yaxından görmüşük o binaları. Ondan sonra internetdən, sosial şəbəkələrdən belə də özünüz bildiyiniz kimi nə tapmışam, yerləşdirmişəm. YouTube'a, ora, bura ki, Kəlbəcərlər baxsın, yadlardan çıxmasın Kəlbəcər. Bir günə gəldik, çox bir xoş gün oldu. Adam getmək istəmir, hava qaralır. İndi biz qayıtmalıyıq dala, Habillə. Sirkələ bir Susiyada deyək. Buradan bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. Öpürəm sizləri, var olun.